Başıma gələn maraqlı bir hekayəni sizlə paylaşacağım. Həqiqətən də möcüzələr bizi hər addımda gözləyirlər. Bu yaxınlarda, bu yaxınlarda yox. Hadisi ay yarım bundan qabaq kontaktdan bir monitor aldım. Necə deyirlər, kontakt sevindirir, dırnaq arasında pərişan edir. Və monitorun qutusundan o masanın üzərinə qoyulan hissəsini dirsəyə bağlamaq üçün cəmsi bir dənə vint çıxdı. Vint, bolt, qayka, nə deyirsiniz deyin. Yəni ki, bir neçə hissədən ibarətdir. Biri monitoru masanın üzərində saxlayan hissə və monitorun özünün o masanın üzərinə qoyulan yastı lövhəyə bərkidən dirsək. Və o lövhə ilə dirsəyi bir-birinə bərkitmək üçün vint lazımdır. Və həmin vint qutuda 3 ədəd olmaq əvəzinə cəmsi 1 ədəd çıxdı. Mən o vinti götürdüm. Şəhərdə nə qədər axtardım, nə qədər çalışdım ki, ölçünü tapım. Hətta AliExpress'dən də sifariş verdim. AliExpress'dən də təsəvvür edin. 2 həftə hardasa gözlədim. Nəticə etibarı ilə ölçü düz gəlmədi. Kiçik ölçü gəldi. Səhv göndərmişdilər. Mən bir daha o vinti götürüb şəhərdə axtardım. Müxtəlif ustaların yanına getdim. Müxtəlif elektronika mağazalarında soruşdum. Ancaq təəssüf ki, heç yerdə həmin ölçüdə vint tapılmadı. Mən ikinci dəfə AliExpress'dən sifariş verdim. Və artıq demək olar ki, ay yarımdır ki, monitor bir dənə vint ilə Allahın köməkliyi ilə durubdu masanın üzərində. Keçən həftə yoldaşımın valideynlərinin evinə getdik və kombini təmir eləyərkən gördüm ki, stabilizatorun predoxranitilləri atıblar, yanıblar içində, yəni predoxranitil qoruyucular, belə deyək, onlar yanıblar və qərara gəldim ki, onları dəyişim. Stabilizatoru götürdüm, açan yerdə bu hava şəraitinə görə bəzi üzərindəki vintlər ya çürmüşdülər, ya necə deyərlər, sarvat olmuşdular, yəni yerində fırlanıb normal açılmırdılar. Bu vintlərin bəzilərini açandan sonra mən diqqət ededim ki, bunlar tam mənə lazım olan ölçüdə imişlər. Mən təbii ki, getdim təzə stabilizator aldım. Təəssüf ki, çünki müxtəlif dediyim kimi vintlər çürdüklərindən və ya sarvat olduqlarından, yəni yerlərində qırıldıqlarından onlar açılmadı. Ancaq digərlərini saxladım özümdə. Evə qayıdandan sonra fikirləşdim, yoxluyum. Götürdüm onları, monitoru təzədən çevirdim və yerinə bağlayanda gördüm, dümdüz oturdular yerinə. Tam yerinə oturdular vintlər, elə həmin ölçüdə, həmin uzunluqda, şapkası da, necə deyərlər, başlığı da tam mənə lazım olan formada, üstbucaq formada oturdular yerlərinə. Görürsünüz, siz əgər uzun müddətdir iş axtarırsınızsa, hansısa çətinliyiniz varsa, hansısa məsələlər öz həllini tapmırlarsa, müxtəlif yollardan, müxtəlif üsullardan istifadə edirsinizsə və ümidliyə qapılmışsınızsa, ümidliyə qapılmayın. Həyat sizə gözlənilmədən, gözlənilməyən yerlərdən müxtəlif möcüzələr gətirə bilər. Narahat olmayın. İşləriniz, bizdə bir müəllim var idi. O demiş, düzələcəkdi. Ürəyinizi sıxmayın və möcüzələrə inanın.